Salamlayıram hər birinizi. Bu gün də fərqli mövzulu bir videomuz var. Bu videoda sizə Chrome OS Flex əməliyyat sisteminin quraşdırılma qaydasını izah edəcəm. Bu Google'ın kompüterlər üçün tərtib etdiyi, hazırladığı bir əməliyyat sistemidir. Bildiyimiz Windows, Linux əməliyyat sistemləri kimi Android əməliyyat sisteminin kompüter versiyası deyə bilərik. Deyilənlərə görə 2026-cı ildə Google kompüterlər üçün daha geniş funksiyalı, daha təkmilləşdirilmiş Android əməliyyat sistemi tərtib edəcək. Adı nə olacaqsa, ola bilər bu adlı olsun, ola bilər fərqli adlı olsun. Ancaq hələlik bu günə qədər bir neçə ildir ki, bu əməliyyat sistemi aktivdir, fəaliyyət göstərir, yükləyib istifadə edə bilirik. Bugün sizə onun qaydasını izah edəcəm. Minimal sistem tələbləri ilə, yəni köhnə kompüterlərdə də rahatlıqla istifadə edə bilərsiniz. 2 GB RAM, 16 GB daxili yaddaş və demək olar ki, istənilən Intel AMD prosesorlarında bu sistem işləyir. Linux kimi onu da quraşdırmamış biz test edə bilirik. Linux kimi dedikdə, yəni Android Linux üzərində qurulmuş bir əməliyyat sistemidir. Yəni demək olar ki, eynidir bunlar. Ona görə Windows kimi kompüterə quraşdırmağa ehtiyac olmadan yazmaq üçün hazırladığımız flash kartdan birbaşa biz bunu çalışdırıb driverlər necə işləyir, Wi-Fi, Bluetooth, klaviatura işləyirmi, işləmirmi test edə bilirik və ondan sonra bir dəfəlik kompüterə yaza bilirik. Gəlin, keçək quraşdırmaya. Bunun üçün bizə minimum 8 GB-lıq flash kart lazım olacaq. Google Chrome'u açırıq və bu linkə daxil oluruq. Linki mən əvvəldən kopyalamışam və videonun açıqlama hissəsinə yerləşdirəcəm. Birbaşa keçə bilərsiniz oradan. Burada gördüyünüz yuxarıda birinci addım var. USB-nin hazırlanması, buna daxil oluruq və aşağıda bizi Chrome web mağazasına yönləndirən bir link var. Bura Chrome Web Store-a daxil oluruq. Və gördüyünüz bu Chromebook Recovery Utility belə bir əlavəsi var. Chrome-un əlavəsidir bu. Bunu Chrome-a əlavə edirik. Əlavə etdikdən sonra bu gördüyünüz yuxarıdakı adətlər sətrinə düşməli idi. Düşmədi, ona görə ayarlara daxil oluruq. Buradan gördüyünüz extension, manage extension və burada ayarlarından bunu gördüyünüz yuxarıda pin to tool var. Bunu aktiv edirik, budur, bura düşdü. Bundan sonra bunları bağlaya bilərik və gördüyünüz işarəsi gəlib burada. Buna daxil oluruq. Baxın, burada da bizə bildiriş gəldi. Sizə 8 GB və daha böyük həcmli bir flash kart lazımdır. Bizim 16 GB-lıq boş bir flash kartımız var. Kompüterlə birləşdirdim və növbəti deyirəm. Buradan model seçin var. Buradan biz Chrome OS Flex seçəcəyik. Budur Google Chrome OS Flex. Buradan da Chrome OS Flex və növbəti flash kartı seçin. Budur 16 GB-lıq flash kartı seçdim. Növbəti və içərisində hər bir şey silinəcək. Onu bildirir bizə və hazırla deyirik.
nəhayət uğurla yazıldı, qurtardı. Mən videonu sürətləndirdim, amma mənim üçün yorucu bir müddət idi. Yüklədi, sonra yazdı, sonra yenidən yoxladı və nəhayət hazırdır. Bitirək burada. Maraq üçün flash karta baxaq, görək nə edib onu. Flash karta bu şəkildə, bəli, bir neçə hissəyə bölüb baxaq, görək necə olacaq. Köhnə bir kompüterə yazmağa çalışaq, görək necə işləyir. Chrome OS-in gördüyünüz bu flash karta yüklənməsi bitdi. Hazırda artıq quraşdıra bilərik. Ona görə bunu birləşdirirəm kompüterimizə və notifikasiya salıram. Qeyd edeyim ki, məndə boot menyuda seçilib artıq flash kartdan başladılma. Sizdə belə deyilsə, BIOS-a girib flash kartı birinci etməlisiniz. Yandırıram. Birbaşa açılmalıdır, görək necə işləyir. Budur, Chrome OS Flex logosu gəldi. Budur. Xoş gəlmisiniz ekranı gördük. Bundan sonra biz ayarlamalara keçirik. Görək necə ayarlayacağıq. Deməli, kameranı biraz fokuslayaq. Başla deyirik. İngilis dilində olsun və yaxud görək Azərbaycan dili varmı? Təəssüf ki, Azərbaycan dili yoxdur. Elə ingilislə davam edirəm. Başla deyirəm. Burada iki bölmə görürsünüz, Linux Mint'dəki kimi. Ancaq Linux Mint'də çox rahat oldu. Biz onu quraşdıranda videosu kanalımızda var, baxa bilərsiniz. Rahat formada, düzdür, biraz ilişmələr orada da oldu, ancaq test elədik. Birinci bölmə birbaşa quraşdırmadır, ikincidə isə birbaşa USB-dən, yəni quraşdırmadan test etmək. Mən biraz əvvəl ikinci bölməyə keçid elədim və çox ilişmələr oldu, çox donmalar oldu. Ola bilsin ki, bu flash kartdandır. Ona görə bu dəfə birbaşa quraşdıracağam. İstəsəz ikinci bölməni seçib test eləyə bilərsiniz quraşdırmadan. Və nəzərə alın ki, bunu quraşdırdıqda kompüter tamamilə sıfırlanır və içərisindəki hər şey silinəcək. Yəni çalışın bunu sıfır bir kompüterə yazın, digər hansı əməliyyat sistemi ilə yazmayın, hər şey siləcək. Birinci bölmədə saxlayıram və Chrome OS Flex'i tam quraşdırmağı seçib davam edirəm. Burada mən dediyimi bizə çatdırır, yəni hər bir şey silinəcək. Yenə də install seçirəm. Bir daha bildiriş gəlir, yenə install. Qeyd edir ki, batareyadan, daha doğrusu enerjiden ayırmayan və 20 dəqiqə çəkəcək bu quraşdırma. Baxaq görək. Quraşdırma bitdikdə isə avtomatik cihaz sönəcək. Araştırma bitti.
1 dəqiqə ərzində sönəcək. Artıq 30 saniyəsi qalıb. USB flash kartı aydın və Chrome OS Flex başlayacaq. Budur, biraz əvvəlki pəncərənin bənzəri yenidən gəldi. Bu dəfə yəqin ki, biz ayarlamalar Wi-Fi-yə qoşulmamızı istəyir bizdən. Qoşulmasaq davam edə bilməyəcəyik. Qoşuluram. Qoşulduq. Növbəti ilişmələri hələ ki hiss eləmirəm. Yəqin ki, uğraşdırılıb deyə normal çalışacaq. Burada 3 seçim gördük biz. Qısaca məlumat verim. Əsasən ikinci seçimlə bağlı. Deməli, şəxsi istifadə üçün, övladınız üçün, uşaq üçün, yəni və iş yeri üçün, iş üçün. Burada şəxsi istifadə bildiyimiz telefonumuzu necə ayarlayırıq? Android o qaydadadır. Əgər uşaq üçün istifadə edirsinizsə, bunun haqqında kanalımızda çox ətraflı və maraqlı bir video var. Telefonda övladınızın real zamandakı yerindən tutmuş, zəng etdiyi nömrələr, hansı saytlara girdiyi, YouTube-da belə nəyə baxdığına nəzarət edə bilərsiniz. Tam nəzarət sizdə olur. İstədiyiniz vaxt kilitləyə bilərsiniz uşağınızın telefonunu, istədiyiniz vaxt çıxara bilərsiniz, müəyyən vaxt verə bilərsiniz. Təsəvvür edin, məktəb vaxtlarını ayrı seçə bilərsiniz. Məktəb vaxtlarında ancaq sizə zəng eləyə bilər, başqa internetdən istifadə edə bilməz və bununla da dərslərindən yayılmasına nəzarət edə bilərsiniz. Ətraflı videodur, çox vaxtı ləngimək istəmirəm. Kanalımıza keçid edib valideyn nəzarətdadır. Videolarımızın siyasına nəzər salsaq orada görəcəksiniz. Bunu isə şəxsi istifadə üçün seçirəm, davam edirəm. Yeniləmələri yoxluyur. Android telefonumuzdakı kimi və 1 saat biz bunu gözləməli olacağıq. Yeniləmələrin yüklənməsinə çox heyif ki, bunu arxa fonda eləmədi. Məcbur gözləyir. Aha, gəldi, aktivləşdi. Hələlik bunu keç və sonra yadıma sal, belə bir, sonra xatırlat. Belə bir bölmə gəldi, bunu seçirəm. İndi vaxtımız yoxdur ona. Növbəti, yəqin ki, biz Google hesabımızla giriş etməli olacağıq. Onu istəyəcək bizdən. Onu istədi. Aşağıda qonaq kimi daxil ol var. Onu seçirəm. Bütün ayarlamaları biz bitirdik. Gəldik masa üstünə çatdıq. Burada bildiyimiz Android telefon qarşımızdadır. Kompüter versiyası, belə deyim. Aşağıda Windows'da olduğu kimi bunları sağ-aşağı küncə yerləşdiriblər. Wi-Fi-dir, batareyadır. Əlavə olaraq burada ekran çəkmə var. Şəkili bildiyimiz screenshot. Onu yerləşdiriblər bura. Narahat etmə rejimi var. Ekran paylaşma var, səs səviyyəsi, parlaqlığı artırıb azaltma var və ayarlara burada keçid var. Budur bildiyimiz Android'in klassik ayarlar menüsü, şəbəkə, Bluetooth bağlıdır, açaq. Bluetooth aktiv olmadı nədənsə, baxarıq bundan sonra. Bunlar audio, display, buradan ekran kağızları, kilit ekranınki proqramlar, baxaq görək yaddaşda bir dənə Chrome'dur. Burada yeniləmə gedir. Arxa fonda YouTube'a daxil olaq.
Çox rahat işləyir. İşləməyində problem yoxdur. Səsinə baxaq. Bəli, səslə işləyir. Müəllif hüquqlarına görə öz kanalımıza daxil olduq. Bildiyimiz, yəni belə deyək, internetdə gəzmək üçün, internetdə videolara baxmaq üçün bir əməliyyat sistemidir. Burada əlavə baxsaq, burada kameradır, ayarlardır, qalereyası, qalereyada yəqin kesin olmayacaq. Başqa, heyf ki Play Store yoxdur. Rəsmi olaraq Play Market yoxdur Chrome OS-də. Düzdür, onu əlavə eləməyin yolları var. Yoxlamamışam. Ancaq yoxlamaq olar. Play Store-da əlavə edib, əlavə Play Store-da olan bütün proqram və oyunları bura yükləmək olar. Rəsmi qaydada yoxdur, ancaq dediyim kimi bəzi yollarla bunu yükləmək olur. Əgər video maraqlı olsa sizin üçün, davamında çəkmək olar onu da, yəni çəkib paylaşaram sizin üçün. Burada əlavə ayarlar idi, baxdıq. Ayarlamalarda elə də fərqli bir şey yoxdur. Bildiyimiz telefonun, Android'in ayarlamalarıdır. Yeniləmələr buradan yoxlanılır, telefondakı kimi. Və bu qədər. Chrome OS Flex budur. Bu bölmədən Wallpaper and Style. Buradan ekran kağızını biz dəyişə bilirik. İstəsəniz zövqünüzə uyğun dəyişə bilərsiniz. Demək olar ki, çox sadə və o qədər də çox funksiyası olmayan bir əməliyyat sistemidir. Fayllarınızı burada saxlaya bilərsiniz. Bir dənə flash kart var məndə, onu birləşdirim görək fayllar necə açılır. Baxaq. Fayl isə daxil oluram. Bu öz qovluğudur. Burada ancaq görürsünüz yükləmələr adlı bir qovluq var. Bu bizim flash kartdır. MP3'ləri yoxlayardım. Heyf ki burada müəllif hüququ bizə mane olacaq. Buradan baxın, bu bizim profil şəklimizdir. Bunu ekrana xeyir çıxara bilmədik. Windows'dakı kimi yaxşı kopyalayıram və gəlirəm yükləmələrə, bura yapışdırmağa çalışıram. Alındı və açıram. Şəkilə baxa bilirik. Özü bir qədər ilişdi. Aha. Bu qaydada bildiyimiz fayllarımıza baxmaq və internetdə gəzinmək üçün qısaca desək bir əməliyyat sistemidir. Play Store olan versiyası növbəti videolarımızda paylaşılacaq. Əgər videoya yetəri qədər maraq olsa, yetəri qədər bəyəni gəlsə, gələcəkdə Play Store olan versiyasında çəkməyi düşünürəm və videonun əvvəlində də qeyd elədiyim kimi gələn il Google əgər tam geniş, tam funksional bir kompüterlər üçün Android əməliyyat sistemi təqdim eləsə, onu da yəqin ki çəkib paylaşacağıq. Bu günlük bu qədər. Kanalımıza abunə olub bildirişləri açmağı unutmayın.